Hər vaxtınız xeyir olsun. Oktyabrın 15-i 2025-ci ildir. Siyəzən rayonu Daşlıcağan kəndinin problemlərini mən işıqlandırmağa davam edirəm. İndiyə qədər işıqlandırmağıma baxmayaraq bizə aidiyyət üzrə orqanlar tərəfindən müsbət cavablar verilməyib və bu istiqamətdə heç bir addımlar atılmayıb. Onların məsələyə laqeyd yanaşması bizim bu problemin 30 ildən artıqdır ki, həll olunmamasına şərait yaratmışdır. Sadəcə olaraq bir sözlə bunlar məsələnin üstündən keçirlər. Layihədə yoxdur, gələn illərdə nəzərdə tutulur və ya relyef ona imkan vermir. Mən sizə hal-hazırda relyefi də kəndin olduğu nöqtəni də göstərəcəm. Görəcəksiniz söhbət neydən gedir. Gördüyünüz kimi kəndimizin içidir. Bizim bu kəndə qaz və su çəkmək üçün maneə yaradacaq. Yəni heç bir problem yoxdur. Kəndin aşağı hissəsindəyəm. Yəni kəndin digər tərəfləri də yəni əlverişlidir xəttləri çəkmək üçün. Yəni sadəcə olaraq laqeyd yanaşma sərgilənir. Yəni məsələnin həll olunması üçün heç bir addımlar atılmır. Yəni onların marağında deyil bu kənd sakinləri. Gördüyünüz kimi kəndimizin yerləşdiyi relyefi də mən sizə göstərdim. 30 yaşayış məntəqəsindən ibarət olan balaca bir kənddir. Bizdən 800 metr məsafədə təbii qaz və neft çıxarılır. Halbuki bu kommunallardan biz 30 ilə yaxındır ki, məhrum qalmışıq. Bu problemlərin həll olunmasında heç bir addımlar atılmır. Mən cənab prezident İlham Əliyevdən xahiş edirəm ki, kənd sakini olaraq bizim bu problemlərin həll olunmasında bizə öz köməyinizi əsirgəməyin. Sizə inanırıq, sizə güvənirik. Öncədən təşəkkürümü bildirirəm.